Bugün bizim için iki qat bir bayramdır. Həm müstəqilliyimizin 107-ci ilini qeyd edirik, həm də bugün Laçında tarixi hadisə baş verəcək. Laçın Beynəlxalq Hava Limanı istifadəyə veriləcək və Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçında bir araya gələcəklər. Təbii ki, bu səfərin, bu görüşün çox böyük bir əhəmiyyəti var. Amma elə biz o görüş öncəsi istərdim ki, həmin o toplantını müzakirə eləyək. Yəni bunun əhəmiyyəti nədir? Necə qiymətləndirirsiniz bu üç tərəfli görüşün, yəni liderlərin Laçında bir araya toplanmasına? Təşəkkür edirəm. Bilirsiniz ki, Azərbaycan Prezidentinin Müzəffər Ali Baş Komandanlığı altında Azərbaycanın qazandığı böyük zəfərlər, bura Vətən müharibəsindəki qələbəmiz, antiterror tədbirlərindəki qələbəmiz, eyni zamanda Cənab Prezidentin hakimiyyətə gəldikdən sonra Ulu Öndərin siyasi kursunu davam etdirərək tam şəkildə siyasi müstəqilliyimizi bərqərar etməsi, iqtisadi müstəqilliyimizə tam şəkildə nail olması və çoxsaylı maneələrə baxmayaraq bugün dünyanın gözünün dikildiyi o önəmli geosiyasi layihələrin həyata keçirilməsi, bunlar hamısı təbii ki, çox önəmli bir geosiyasi şəraitin yaranmasına gətirib çıxarıb və biz özümüz konstitusiyon niyyət olaraq bəyan etmişik ki, müharibələri rədd edirik, əməkdaşlıq prinsipi bizim üçün əsasdır. Beynəlxalq hüququn ümumi tanınmış normalarında əksini tapan prinsiplər bizim üçün çox vacibdir və dövlətlərlə münasibətlərimizi bu əsasda qururuq. Eyni zamanda konstitusiyon niyyət olaraq bəyan etmişik ki, biz ümumbəşəri dəyərləri rəhbər tutaraq bütün dünya xalqları ilə sülh həmnamalıq şəraitində yaşayaq. Bax, bütün dövr ərzində möhtərəm Cənab Prezidentinin çoxşaxəli xarici siyasət kursunun biz təməl prinsiplərinə, bazisinə baxsaq, Ulu Öndərin qoyub getdiyi siyasi yol xəritəsinə baxsaq, görərik ki, doğrudan da dünya xalqları ilə, dünya dövlətləri ilə əməkdaşlıq mühitinin inkişafı, tərəfdaşlıq və s. bunlar bizim əsas prioritetlərimizdir. Amma elə dövlətlər var ki, biz o dövlətlərlə çox daha əməkdaşlığımızı dərinləşdirmişik, strateji müttəfiqlik səviyyəsinə yüksəltmişik və bu da yalnız siyasi bəyanatlarla kifayətlənmir, kafi olunacaq bir məqam deyil. Məsələn, Azərbaycan Vətən müharibəsində kimin bizim yanımızda olduğunu, kimin bizim qarşımızda olduğunu gördük, əməli olaraq gördük. Azərbaycan xalqı bunu gördü və bizim yanımızda olan, təbii ki, siyasi dəstək verməklə, siyasi cəhətdən bizim yanımızda olan Türkiyə oldu, Pakistan oldu və bu mənada bugün Türkiyənin də, Pakistanın da liderlərini Azərbaycanda görmək, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın mənzərəsini liderlərimizin birgə seyr etməsi bu özlüyündə çox vacibdir. Digər tərəfdən bilirsiniz ki, qütblər arası ziddiyyət biz nə qədər arzulamasaq da dərinləşir. Ayrıcı xərtlər, möhtərəm Prezidentin dediyi kimi, nə qədər arzu olunmaz olsa da daha da dərinləşməkdədir. Belə olan məqamda əməkdaşlıq mühitinə çox ciddi ehtiyac var. Xüsusən orta güclərin əməkdaşlığı çox vacibdir. Bugün Pakistan da, Türkiyə də dünyanın önəmli hərbi güclərindən sayılır. İstər potensialları da görə, istər eyni zamanda əhali, ərazi, yerləşdiyi coğrafi mövqe baxımından, hərbi güc, müdafiə sənayesi baxımından iş orasındadır ki, Azərbaycanın qələbələrindən sonraki dövrdə artıq Azərbaycan Prezidenti də ölkəmizi çox önəmli regional orta güc kimi təsdiq etdirə bilir. Bu mənada bizim əməkdaşlığımız yalnız kimdənsə nəsə almağa, kiminsə himayəsinə sığınmağa yönəlib kimi tamamilə o mövzudan tam uzaqdır. Biz bugün alacağımız qədər verəcək qüdrətliyik. Yəni, kimdənsə kömək alacağımız qədər kömək edəcək qüdrətliyik və bu əməkdaşlıq təbii ki, çox daha faydalıdır. Biz ümumilli mənafeləri rəhbər tutaraq əməkdaşlıq edirik. Biz dövlətlərimizin maraqlarını rəhbər tutaraq əməkdaşlıq edirik və bu əməkdaşlığımız bölgədə hər hansı sağlam gücə qarşı yönəlməyib. Bizim əməkdaşlığımız xalqlarımızın rifahına, bölgənin rifahına, bölgənin təhlükəsizliyinin təminə yönəlib və görünən də odur ki, münasibətlərin gedişatı, əməkdaşlığın gedişatı göstərir ki, bu yol möhtərəm Cənab Prezidentin istiqamətləyəndiyi bu siyasi kurs həqiqətən də yalnız Azərbaycanın yox, bütövlükdə bölgənin təhlükəsizliyinin qarantına çevrilə bilib. Və elə siz Türkiyə və Pakistanın hərbi əməkdaşlığını qeyd elədiniz. Bu iki tərəfli əməkdaşlıqdır, amma üç tərəfli əməkdaşlıq da var ki, üç qardaş 2021-ci ildə beynəlxalq hərbi təlimi məhz əməkdaşlığın, üç tərəfli əməkdaşlığın daha da genişlənməsinə gətirib çıxardı. Yəni bundan sonra da üç dövlətin hərbi əməkdaşlığı nəyi dəyişə bilər?
Əslində, öncəki sualda mən buna toxundum, amma tamamilə maraqlı istiqamətə siz yönəldirsiniz prosesin, verilişin gedişatına. Doğrudan da bugün o ayrıcı xətlərin dərinləşdiyi bir vaxtda tərəfdaşlıqsız proseslərdən baş çıxarmaq çox çətindir və üstəlik tərəfdaşlıqları da məsələn siyasi müstəvidə saxlamaq bu artıq o qədər də faydalı deyil və yaxud yalnız iqtisadi müstəvidə saxlamaq faydalı deyil. Azərbaycan prezidentinin bu bölgədə böyüklüyünü göstərən əlamətlərdən biri də ondan ibarətdir ki, Azərbaycan əməkdaşlıqlarını, strateji tərəfdaşlıqlarını hər tərəfli qura bilir. Məsələn, biz yalnız iqtisadi siyasi əməkdaşlığına yox, hərbi əməkdaşlıq, müdafiə sənayesində əməkdaşlıq quracaq qədər güclənmişik. Çünki bilirsiniz, hərbi əməkdaşlıq qurmaq yalnız istəyirəm, iradəm varından ibarət deyil. Bunun üçün güc olmalıdır. Bunun üçün kənar təsirləri neytrallaşdırmaq lazımdır ki, başqa birindən silah ala biləsən və yaxud başqa birinə silah sata biləsən və yaxud ordu təkmilləşdirmə prosesini başqa biri ilə həyata keçirə biləsən. Azərbaycanda bu güc var. Azərbaycan prezidentində bu qətiyyət var və bu iradə var. Əks halda biz qələbələr qazana bilməzik. Və o cümlədən də digər sahələrdə humanitar, mədəni əməkdaşlıq, bunlar hamısı bütövlükdə strateji tərəfdaşlığın ayrılmaz hissəsidir. Bu, dövlətlər tərəfindən, siyasilər tərəfindən başlanan əlaqələrin, inkişaf edən əlaqələrin özlüyündə həm də ictimai diplomatiyaya transformasiya oluna bilməsidir. Və cənab prezident ötən dövr ərzində bunu bir mənalı şəkildə bacarıb. Bilirsiniz, indi Laçından, söhbət Laçından düşmüşkən əməkdaşlıq mühitində biz bunu təhlil etsək, biz Bakı, Tbilisi, Ceyhan, eyni zamanda Bakı, Tbilisi, Qars, çox sayılı digər layihələr, orta dəhlizlə bağlı məqamlar, hansı ki, əvvəllər bu Nabucco şəkildə özünü biruzə verirdi və s. Yıldırı da biz qeyd edə bilərik o yaxın zamanlarda. Naxçıvanın inkişafı baxımından bu çox əlamətlərdir. Tamamilə razıyam sizinlə. Bax, bu məqamlardan danışanda, elə ideal olaraq ortaya atanda bunları cənab prezident çox sayılı maneələrlə qarşılaşırdıq. Nəyə lazımdır kimi və yaxud da ki, məqsədi nədir kimi, Azərbaycan özü nə qədər güclü dövlətdir ki, başqaları üçün də qarantiya çevrilir və s. Cənab prezident bunların heç birinə fikir vermədi. Bu yersiz, dırnaq arası beyin mərkəzlərinin yanlış proqnozlarına, eyhamlarına və hücumlarına. Cənab prezidentin qətiyyətini heç nə qırmadı. Necə ki, müharibədə, eləcə də iqtisadi müharibədə, necə ki, o informasiya müharibəsində cənab prezident dediyini etdi və bugün artıq Azərbaycan sözün əsl mənasında xaba çevrilib. Həm iqtisadi, ticari, siyasi sözün əsl mənasında kommunikasiya xabına çevrilib. Və o cümlədən də biz indi yəqin ki, mediadan, sosial mediadan zaman-zaman hava limanları ilə bağlı da oxşar, çox yersiz, populist bəyanatlar eşidirik. Amma məsələ ondan ibarətdir ki, bu birinci növbədə Azərbaycanın qüdrətini göstərir. Elə bir qüdrət ki, 5 il bundan əvvələ qədər həmin ərazilər ya xarabazar idi və yaxud da ki, işğal altında heç bir şeyə fayda verməyən narkotranzit bir sistem idi. Amma bugün Laçın, baxmayaraq ki, o təbii coğrafi şəraiti, söhbət o tranzit xab olmaq baxımından gedir. O qədər də əlverişli deyil orada aeroportların salınması, sənaye müəssisələrinin salınması. Azərbaycan MDB məkanının ən dəniz səviyyəsindən ən yüksəkdə yerləşən hava limanlarından birini artıq istifadəyə verilir. Bu, işğaldan azad olunmuş ərazilərdə qısa müddət ərzində 3 əsas beynəlxalq hava limanının istifadəyə verilməsi və hər üçünün açılışına başqa bir dövlətin başçıları ilk dəfə o açılışı təyyarə ilə oraya inməsi, bu bizim qüdrətimizdir. Bilirsiniz, qələbə çox vacibdir, amma qələbədən daha vacib qələbənin nəticələrini saxlamaqdır. Qələbənin nəticələrini necə qoruya bilərik? Qələbənin nəticələrini birincisi əhalini ora köçürüb orada dayanıqlı yaşayışı təmin etməklə. Boş ərazilərdə ermənilər necə ki, gəlib yerləşə bilməmişdilər köklü şəkildə, nə qədər cəhd etsələrdə. Çünki onların ərazisi deyildi, amma bu torpağın sahibləri bizik. Biz orada yerləşdikcə qələbənin davamlılığına təsir edir. İkincisi, həmin ərazilər iqtisadiyyatın bütün sferalarına reinteqrasiya olunmalıdır. Amma iş orası ki, buna reinteqrasiya da demək olmur. Məsələ ondan ibarətdir ki, məsələn, Sovet dövründə o ərazilər bizim özümüzün nəzarətimizdə olanda heç bu qədər sənaye müəssisələri, bu qədər infrastruktur layihələri orada yox idi. Bu sözün əsl mənasında yeni bir həyatın ora qayıtmasıdır və tamamilə yeni bir həyatın başlamasıdır. Bax, bu bizim qələbəmizin nəticələrini davamlı edir. Bundan sonra artıq Laçın hava limanı, eyni zamanda Zəngilan, Füzuli olduğu kimi orta dəhlizin vacib segmentinə, həlqəsinə çevrilir. Bu artıq ümumbəşəri maraq kəsb edən, ta Çindən Londona qədər kimlərin ki o daşımalarda maraqları var,
onların, həmin dövlətlərin milli maraqlarına çevrilən bir sözün əsl mənasında obyektə çevrilir. Bu, Azərbaycan prezidentinin uzaq görən siyasətinin, maraqların məhz Azərbaycanda işğaldan azad olmuş ərazilərdə uzlaşdırılması bacarığına göstəricidir və hesab edirəm ki, əhəmiyyətinə görə, bax, bu müstəqillik günündə ən azı müstəqilliyimizin çox vacib qorunma elementlərindən biri kimi çıxış edən bu hadisəni biz tariximizə qızır hərflərlə yazıldığına şahid olacağıq. Doğru. Və biz təbii ki, Azərbaycan, Türkiyə və Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirildiyini müşahidə edirik. Amma burada dini, mədəni, tarixi bağlar da var və bu da mühüm rol oynayır. Və sizcə bu üç ölkənin liderinin Laçında bir araya gəlməsi bəzi qərb dövlətlərinə qıcıqlandıra bilərmi? Çünki burada mən qeyd elədim, tarixi bağlar da var, dini, mədəni və bir çox əlaqələrin möhkəmləndirilməsi də var, diplomatik əlaqələrin güclü olması da var və ilk dəfə Azərbaycanın elə müstəqilliyini tanıyan dövlətlər arasında Türkiyə və Pakistanın da adını qeyd eləyə bilərik və bütün bunların fonunda hər halda Qərbin də bir kənardan onların bir hiddətinə səbəb olacaq elementlər mütləq var. Bilirsiniz, biz heç vaxt qapılarımızı Qərb üçün bağlamamışıq. Bizim qapılarımız bölgədə sağlam maraqlar güdən hər kəs üçün açıqdır. Bugün bölgə imperialist niyyətlərlə yox, sağlam niyyətlərlə gələn, biznes qurmaq istəyən, investisiya qoymaq istəyən hər kəs üçün Qarabağın, Şərqi Zəngəzurun qapıları açıqdır. Bir şərtlə ki, bizim milli maraqlar nəzərə alınsın. Bir şərtlə ki, gəlib burada casus oyunu oynamasınlar. Bir şərtlə ki, burada nəyinsə sahib olmağa cəhd etməsinlər. Bu bölgənin sahibi var. Biznes azaddır, sistem azaddır. Böyük məmnuniyyətlə biz o ağzı köpüklənə Azərbaycan əleyhinə hədyanlar, danışanları çağırırıq, gəlsinlər o minaların təmizlənməsində iştirak etsinlər. İnsanlıqdan danışırlar, demokratiyadan danışırlar, haqdan danışırlar. Əgər bugün Azərbaycan vətəndaşı öz ata-babasının qəbrinin üzərinə hələ də mina qorxusu ilə tam şəkildə gedə bilmirsə, bəs bu haqq deyilmi? Bugün 350 mindən artıq Qərbi Azərbaycanlı hələ də vətəninə dönə bilmirsə, bu insan haqqı deyilmi? Ona görə də biz bir mənalı şəkildə sağlam niyyətləri artıq imperialist niyyətlərdən, yanlış istiqamətlərdən, qeyri-praqmatik baxışlardan seçə biləcək qədər güclüyük. Bəli, bunu çoxları seçə bilər, amma dilə gətirəcək qədər güclü olmaya bilər. Amma Azərbaycan həm də bunu dilə gətirəcək və tətbiq edəcək qədər güclüyük. Pakistanın da, Türkiyənin də, eləcə də ara digər bizim qardaş dövlətlər var, Macarıstan var, Orta Asiya dövlətləri var. Bunların kifayət qədər mövqeyi aydındır və aydın mövqeyli, aydın baxışlı liderləri biz ölkəmizdə qonaqlamaqdan, onları görməkdən, xüsusən Qarabağın, Şərqi Zəngəzurun inkişafına birlikdə şahidlik etməkdən ancaq məmnunluq. Kimsə qısqanclıqla yanaşırsa, siyasi qısqanclıq və yaxud da ki, qeyri-etik bir baxışlarla bu bölgəyə baxırsa, bu bölgədə işğal dövrünün, təcavüz dövrünün, separatizm dövrünün o status quo-sunu arzuluyursa görmək yanılır. Bu bölgədə artıq sözün əsl mənasında yeni bir dövr başlanıb, yeni Azərbaycan quruculuğu var, yeni region quruculuğu var və Azərbaycan lideri də, Azərbaycan dövləti də bax, yeni dövrün bir mənalı şəkildə qarantorlarıdır. Təbii ki, həmin o bəzi Avropa dövlətləri müsbət layihələrin icra olunmasına imza atmaq istəmirlər. Məsələn, biz Türkiyə faktorunu qeyd edirik, Rusiya-Ukrayna münaqişənin həlli istiqamətində də elə uğurlu addımı Türkiyə atdı və İstanbul danışıqlarından sonra əsirlərin dəyişdirilməsi, yəni mübadiləsi həyata keçirildi. Yenə də burada müsəlman dövləti, yenə də burada Türkiyənin rolu, Türkiyə faktorunun öndə olması və eyni zamanda da Azərbaycanın regionda güc sahibinə çevrilməsi və Azərbaycanın nüfuzunun, bölgədə nüfuzunun artması və bu baxımdan sizcə Laçın Beynəlxalq Hava Limanı istifadəyə verildikdən sonra bunun bölgə üçün, Cənubi Qafqaz regionu üçün təhlükəsizlik baxımından nə kimi əhəmiyyəti olacaq? Bilirsiniz, bugün biz diqqət etsək, məsələn, Donald Trump hakimiyyətə gəldikdən sonra ənənəvi maraqların ənənəvi təmin üsulundan geri çəkilib. Bu demək deyil ki, Donald Trump Amerikanın maraqlarını qorumur. Çox daha əvvəlki dövrə nisbətən Amerikanın maraqları daha ciddi qorunur, amma başqa üsullarla. Məsələn, o hesab edir ki, demokrat oyunu oynamağa ehtiyac yoxdur. İqtisadi cəhətdən eskalasiyalar daha önəmlidir və s. Bugün bölgədə də istənilən təhlükəsizlik konfigurasiyanın dayanıqlı olması üçün onun
nəqliyyat, kommunikasiya, digər istiqamətləri əhatə edən iqtisadi bazis olmalıdır. Və Laçın hava limanı, eyni zamanda Qarabağda görülən infrastruktur layihələri, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin çəkilişi və s. digər bizim o hava limanları qeyd etdiyim kimi, bunlar hamısı bölgənin təhlükəsizliyinə birinci növbədə iqtisadi zəmin hazırlayır. İqtisadi maraqlar qovuşmasa, digər dövlətlər üçün Azərbaycan etibarlı nəqliyyat xabı olmasa, artıq bizim o layihələrin o qədər də önəmi qalmır. Cənab Prezident bunların hər birini necə deyərlər, tam şəkildə mil toxuyub bunların hamısını və biz Azərbaycan Prezidentinin nə boş vərlər verdiyini, nə reallaşmayan layihələri imza atdığının heç vaxt şahid olmamışıq. Ona görə də Laçın hava limanı da, Zəngilan Füzulidə, eyni zamanda orada çəkilən yollarda, açılan körpülərdə, viaduklarda və s. bunlar hamısı bir mənalı şəkildə yalnız yol infrastrukturu deyil, həm də siyasi əhəmiyyətə, təhlükəsizlik əhəmiyyətinə malik element kimi çıxış etməkdədir. Və nəhayət bu bizim qüdrətimizin göstəricisidir. 5 il əvvələ qədər və xüsusən əgər sırf Qarabağı götürsək, 2 il əvvələ qədər o ərazilərin hər biri separatçıların nəzarətində idi. O ərazilər sözün əsl mənasında militarizə olunmuş bölgə idi. Bu ərazilər çirklənmiş zonalar idi. Mina ilə hər adamı çirklənmişdi. Amma bugün orada dünya liderləri görüşür. Bugün orada dünyanın gücləri birləşir. Bölgənin təhlükəsizlik konfigurasiyası yenidən baxılır, araşdırılır. Bugün Laçın artıq bölgəyə bir baxış sözün əsl mənasında gülləsinə çevrilib. Bax, budur yeni reallıq və hesab edirəm ki, açılan hava limanında, bax, bu uğurlu siyasətin bir təcəllası kimi baxmaq lazımdır. Və Bəhruz müəllim, sizcə bu Zəngəzur dəhlizi baxımından nə kimi əhəmiyyət kəsb eləyəcək? Çünki əsas məsələ budur və bildiyiniz kimi Ermənistan özünü artıq neçənci ildir ki, bu dəhlizdən kənarda tutub və əslində bununla öz ölkəsinə təsir göstərir. Onsuz da Ermənistanın iqtisadi göstəriciləri çox aşağı səviyyədədir. Yəni xalqın rifahı çox aşağı səviyyədədir. Amma yenə də Ermənistan rəhbərliyi Zəngəzur dəhlizi ilə bağlı susur və özünü bu layihədən kənarda saxlayır. Bu baxımdan da istərdim danışaq. Bunun region üçün əhəmiyyəti nə olacaq? Bilirsiniz, orta dəhliz anlayışı yalnız və yalnız quru yollardan ibarət deyil. Orta dəhliz eyni zamanda dəniz daşımalığı bura daxildir, hansı ki, möhtərəm prezident də dəfələrlə ifadə edib, Xəzərdə faktiki olaraq ən əsas götürmə qabiliyyətinə, daşıma qabiliyyətinə malik güc Azərbaycan çıxış edir artıq özümüzün donanmamızla, imkanlarımızla, ələt portu ilə və s. Digər tərəfdən dəmir yolu infrastrukturu artıq Zəngilan hissəsində kifayət qədər sürətlə irəliləyir. Yəni Ermənistanla sərhədlərimizə doğru Naxçıvan istiqamətində eyni zamanda bu işlər görülür. Həmçinin Arazın cənubuna Zəngilanla deməli Culfa istiqamətinə qədər bilirsiniz, orada da İran üzərindən də belə bir addım atılır. Eyni zamanda hava məkanımız da təbii ki, orta dəhlizin realizasiyası üçün hazır olmalıdır və bu istiqamətdə artıq yalnız Qarabağda son 5 il ərzində 3 yeni beynəlxalq hava limanının istifadəyə verilməsi bu ortaya iradənin qoyulmasıdır. Və Ermənistan bu mənada görülən bax belə titanik həcmin qarşısında təbii ki, nəsə edə bilməz. Yəni, bir anlıq təsəvvür edin, sanki sel gəlir və Ermənistan əlində saman çöpü ilə buna mane olmaq istəyir. Yəni, vəziyyət, reallıq bundan ibarətdir. Bugün Cənab Prezident elə bir reallıq yaradıb ki, bölgə dövlətlərinin, eyni zamanda bölgədən kənar nəhəng güclərin maraqlarını, bax, o orta dəhlizin Azərbaycan istiqamətindən keçən hissəsində o qədər uzlaşdırıb ki, nəticə itibarilə Ermənistan burada nəinki mane olacaq, söz sahibiyyətindən deyil və biz çox arzulayırıq ki, sülh danışıqları ilə, sülh prosesi ilə, sülhün sağlam şəkildə, beynəlxalq hüququn şəkildə qüvvəyə minməsi ilə Ermənistan da bu prosesdə bir tərəfə çevirək. Ermənistan da artıq o dalan dövlət, özünə qapanan və özünə qapandıqca uydurma Ermənistan iddiaları ilə yaşayan revanşist cəmiyyətdən çıxıb nəhayət bölgənin sağlam bir fərdinə çevrilə bilsin. İndi bunlar onu istəmir, bunların kənarda təbii ki qalacaqlar, amma Zəngəzur dəhlizi bir mənalı şəkildə orta dəhlizin vacib segmenti kimi bir mənalı şəkildə açılacaq. Ümumiyyətlə, bu əməkdaşlıq təbii ki, həm də Laçın Beynəlxalq Hava Limanı istifadəyə veriləndən sonra güman ki, mühüm sənədlər də imzalanacaq. Ümumiyyətlə, bu üç tərəfli əməkdaşlıq daha nələrə gətirib çıxara bilər, yəni üç dövlət arasında? Bilirsiniz ki, münasibətlər sistemi kifayət qədər sürətlə dəyişir. Artıq tələblər dəyişir,
dəyişir. Məsələn, heç gözlənilmədən Hindistan-Pakistan arasında münaqişə beynəlxalq münasibətlərin nizamına əsaslı təsir etdi. O cümlədən Azərbaycanın çoxlarının gözləmədiyi sürətlə cəmi 44 günə qələbəsi, daha sonra cəmi bir neçə sahədə antiterror tədbirlərində qələbəsi, separatizm məhv etməsi tamamilə tam yeni bir konfigurasiya yaratdı. O cümlədən Türkiyədə PKK-nın silahı buraxması bu özlüyündə cənab Rəcəb Tayyib Ərdoğanın böyük qələbəsi idi. Bax, bunlar fonunda təbii ki, artıq yeni reallıqlar meydana çıxır və yeni reallıqlar, o cümlədən Suriya məsələsi. Yeni reallıqlarda artıq əməkdaşlığın yeni reallıqlara uyğunlaşması çox vacibdir və hesab edirəm ki, bugün liderlərimizin Laçında deyəcək, danışacaq sözün əsl mənasında sözləri var və bu yalnız bölgə, üç tərəfli münasibətləri yox, bütövlükdə ümumbəşəri qlobal xarakter daşıyan müəyyən razılıqların hansılarının bəziləri imzalana bilər, bəziləri şifahi şəkildə razılaşdırıla bilər. Yol xəritəsinin müəyyən edilməsi baxımından mühüm bir görüş kimi tarixdə qalacaq.